Deməli, uşaqlar, biz bu gün baxırıq isimlərin yeri çalına. İsimlərin yeri çalı ingilis dilində necə adlanır? Possessive case. Yəni, testin başlığında belə də görə bilərsiniz. Bir də genitive case. Yəni, hər iki başlığa görsəniz, birinci yeri çalı istəyirsinizdən doğru. Deməli, ingilis dilində deyir, ismin yeri çalı iki yolla düzəlir. Canlı isimlərdə canlı, yəni buna mütləq fikir vermək lazımdır. İsmin canlı ya da cansız olmasına yer çal düzəldərkən. Canlı isimlərdə ya apostrof S ilə ya da təkcə apostrofla düzəlir. Cansız isimlərdə isə isim plus of plus isim plus true ilə düzəlir. İndi baxaq birinci canlı isimlərin yeri çalına. Canlı dil təkdə olan ismin yeri çalı apostrof S ilə düzəlir. Təkdə olan. Yəni, birlikdə isimlər əsasən S ilə cəmlənir və yaxud kökdən dəyişib cəmlənir. İndi baxsaq, burada isimimiz təkdədir. Hardan bilir? Qabağında E artiklı var. E artiklı 1-ə bərabər təhliyi bildirir. İsim təkdədirsə və canlıdır, alim deməkdir. Deməli, onu yeri çalı nə etməliyik? Apostrof istifadə etməliyik. Apostrof sonra da S çəkicisi əlavə edirik, olur yeri çal. Yəni, ün çəkicisi Azərbaycan dilində qarşılığı. Və yaxud E artiklı yenə var, yenə doctor isimimiz təkdədir, yeri çalına yenə apostrof istifadə edəsirik. A doctor's salary, həkimin maaşı. İsim təkdə olduğuna görə yeri çalda apostrof ilə düzəltdik. Sonra baxırıq canlı, amma cəmdə olan isimlərin yeri çalı. Cəmdə olan isimlər də həm S ilə cəmlənə bilir, həm də kökdən dəyişib cəmlənə bilir. Ümumiyyətlə, yadda saxlayın ki, yalnız S ilə cəmlənən, əgər bu S cəm şəkilçisidirsə uşaqlar, yalnız S ilə cəmlənən isimlərdə yeri çal apostrof olacaq, təkcə apostrof. Çünki belə bir qaydamız var ki, burada yazıb ki, cəmlik bildirən S ilə yeri çal bildirən apostrof S yanaşı gələ bilməz. Yəni, S cəm şəkilçisi plus apostrof S yeri çal şəkilçisi olmaz. Ona görə də əgər S cəm şəkilçisidirsə, o zaman yeri çalda təkcə apostrof istifadə edəsirik. Yerdə qalan bütün hallarda, yəni biz canlı isimlərdən söhbət edirik. Yerdə qalan bütün hallarda siz yeri çalı yaratmaq üçün apostrof istifadə edirsiniz. Təkcə istisna olaraq S ilə cəmlənən isimlərin yeri çalında isə təkcə apostrofdan istifadə edəsiniz. İndi burada nümunələrdə verir. Scientisti cəmləyib alim sözünü görürsünüz. Hardan bilik cəm şəkilçisi olduğunu? Apostrofdan əvvəl yazılıb. Yəni, bunu yadda saxlayın ki, əgər apostrofdan əvvəl S şəkilçisi gəlibsə, bu cəm şəkilçisidir. Apostrofdan sonra gəlibsə, bu artıq yeri çalı şəkilçisidir. Burada cəmləndiyini gördüyümüzə görə, burada da dedik ki, yuxarıda S ilə cəmlənərsə, apostrofla yeri çalı yaranır. Deməli, burada biz təkcə apostrof istifadə edirik. Artıq bu cəm şəkilçisidir. Biz buna yeri çalı şəkilçisi deyə bilmərik. Alimlərin ixtiraları. Və yaxud doctors, görürsünüz cəmlənibdir. Hardan bilir cəm olduğu? Bitişik yazılıbdır sözə, həm də apostrofdan əvvəl yazılıbdır. Deməli, cəm şəkilçisi olduğuna görə yeri çala təkcə apostrof qoyuruq. Həkimlərin maaşları. Burada xətt tipçi olmaz. Cəm həm S ilə cəmliyim, həm də yeri çala S artırım, olmaz ikisi bir arada. Sonra, diqqət, sözün sonunda S cəm şəkilçisi deyil, sözün tərkibində olarsa, yenə yeri çala apostrof S ilə düzəlir. Çünki biz yuxarıda dedik ki, yalnız S-lə cəmlənənlərdə apostrof olur. S-lə cəmlənməyibdirsə, sözün tərkibində varsa S, artıq cəm şəkilçisi deyilsə bu, yeri çalı yenə də apostrof S-lə düzəlir. Çünki biz burada neçə dənə S görürük? 2 S görürük. Yadda saxlayın, 2 S yanaşı gəlirsə, o heç vaxt cəm şəkilçisi ola bilməz. Deməli, bu isim cəmdə deyil. Cəmdə deyilsə, bayaqçı qaydada nə deyir? Canlı təkdə olan yeri çal nə ilə düzəlməlidir? Apostrof S-lə. Deməli, biz yalnız apostrof S-lə yeri çal düzəldirik. Və yaxud görürsünüz, yenə 2 S yanaşı gəlibdir. Hostess, apostrof S-lə yeri çal yaranıbdır. Actress, yenə 2 S yanaşı gəlibdir. Yenə apostrof S-lə yeri çal yaranıbdır. Yəni, siz buradakı S sizi çaşdırmasın ki, bəs bu cəm şəkilçisidir, onda biz təkcə apostrofla düzəldik. Yox, sondakı 2 S burada görürsünüz, yanaşı yazıbdır. Cəmlik bildirmiş. Tək olsaydı, bayaqki kimi yuxarıda doctors təhliyi bildirir. Bir dənə sığ var da. Tək olsaydı yeri çal apostrofla düzəldərdik. Amma 2 dənə olduğuna görə bu artıq cəm şəkilçisi deyil. Cəm deyilsə yenə əvvəlki qaydamızdan apostrof istifadə edirik. Sonra
Ümumiyyətlə deyil, sonu SS ilə bitən isimlər həmişə təhliyi bildirir. Adda yazıb nümunə. Məsələn, progress. Görürsünüz, 2 S var. Address. 2 S var. Boss, class, dress. Hamısında 2 S var. Deməli, bu isimlərin yelçalı nə ilə olacaq? Apostrof S ilə olacaq. Belə. Sonra cəmi S-lə düzəlməyən, kökdən dəyişən isimlər də var da, düzdür? Məsələn, man, man, woman, woman, child, children, ox, oxen, bu tipli isimlər kökdən dəyişib cəmlənən isimləridir, düzdürmü? Kökdən dəyişib cəmlənən isimlərindir yeliç halı nə ilə düzəlir? Apostrof S-lə. Yəni, məsələn, child uşaq deməkdir, düzdürmü? Child uşaq deməkdir. Burada çəkilçi artırılıb, uşaqlar olubdur. Cəmlənibdir. Yəni S-lə cəmlənməyib. Ona görə yelçalında apostrof S istifadə edirsiniz. Uşaqların otaqları. Və yaxud men kökdən dəyişib kişilər demək. Bunun tək forması nədir? Mən. M-A-N yazılır. Biz hardan bilirik cəmləyib? Çünki qaydada siz bunu əzbərləməlisiniz ki, məsələn, mənin forması, cəm forması mendir. Yəni, bunu siz əzbərləməlisiniz əvvəlcədən. Tanımalısınız ki, bu artıq cəmdədir. Təkdə ya da cəmdə olduğunu bilməlisiniz ki, ona uyğun yelçal çəkilisi artırasınız. İndi onsuz da bu isim təkdə də cəmdə də apostrof S götürür, yelçal o hək. Görürsünüz, ayrı yazıb da S. Bitişik yaza bilməz. Apostrof S çünki yel çaldırsa əgər, həmişə apostrofdan sonra yazılır. Qabaqda yazılırsa artıq cəm çəkilcisi olur. Burada yazıb da üstündən xətt deyib, men's caps, kişilərin papaqları. Burada görürsünüz, apostrofdan əvvəl S qoyubdur. Artıq bu cəm çəkilcisi sayılır. Amma men ismi cəmdə olduğuna görə kişilər, bir dənə də S artırıb cəmləyə bilmərəm. Kişilərlərin papaqları deyə bilərəm, yox. Ona görə bura S artıra bilmərik qətiyyən. Həmişə apostrofdan sonra S gəlməlidir. Yel, çal bildirərək ha, cəm olaraq yox. Onsuz da cəmlədir ismimiz. Başqa cəm çəkilcisi artırıla bilməz. Azərbaycan dilində biz 2 dənə lar çəkilcisi artıra bilmirik, düzdürmü ismə? Eyni zamanda bu ingilisində də belədir. Əgər o isim cəmlədirsə, başqa cəm çəkilcisi əlavə etmək olmaz. Sonra ümumiyyətlə yazıb ki, nəticə olaraq bu aşağıdakı 2 kateqoriyadan olan isimlərin həm tək, həm cəm forması yalnız apostrof S ilə düzəlir, geri çalda yəni. Men's suit, görürsünüz, mən təkdə apostrof S ilə gəl çaldı yenə və yaxud mən cəmləyib də yenə apostrof S ilə gəl çal yanabdır. Yəni, burada dəyişən bir şey yoxdur. Onu demək istəyir ki, bu kökdən dəyişib cəmlənən isimlərimiz təkdə də olsa apostrof S qəbul edir, gəl çalda, cəmdə də olsa apostrof S qəbul edir. Nümunələrə baxarsınız kitabdan, qayda kitabından. Sonra təki cəmi eyni olan isimlərimiz var idi bizim, yadınızdanmı? Bax, burada yazıb B variantında. Deyə nə idi? Maral. Şip nədir? Qoyun. Təki cəmi eyni olan isimlər o idi ki, yəni bu isimlər təkdə də eyni formada qalır, cəm mənasında da eyni formada qalır. Mən digər isiminə baxıb maral da deyə bilərəm, marallar da deyə bilərəm. Onu artıq qarşısındakı təyin edicilər, xəbərin təkdə cəmdə olmasından asılı olan bir vəziyyətdir. Burada görürük ki, qarşısında E artiklı var. E artiklı dedik neçəyə bərabərdir? 1-ə bərabərdir. Təhliyi bildirirsə, deməli bu isim təhdədir. Təhdədirsə, avtomatik apostrof S ilə yelçal yaranmalıdır. Və yaxud eşib. Yenə qabağında E artiklı var. Biz bilirik ki, artıq bu sözümüz qoyun demək, təkdədir. Deməli, yelçalı yenə də apostrof S olacaq. Bu uşaqlar dedik ki, bu isimlərin təki cəmi eyni qalır. Yəni, biz bu isimə S artırıb cəmləyə bilmərik. Baxın, burada birləşik S yazıb. Yəni, sözə bitişik S, cəm şəkilçisi də. Biz bura S-i birləşdirib yazsaq, o işə səhv olacaq. Çünki bu isim S qəbul etmir cəmlənəndə. Qəbul etsəydi, məsələn, oğlan sözü yazıram, boy. Bu isim cəmlənəndə S qəbul edir. Mən onda bunu yelçanı necə düzəltməliyim? Təkcə apostrofla. Çünki yuxarıda dedik ki, S-lə cəmlənən isimlərin yelçalı apostrofla düzəlir. Onda mən bunu S-lə cəmləyə bilərdim və apostrofumu qoyuram. Amma deerdir, shipdir, swinedir, fishdir, bunlar elə isimlərdir ki, bunlar S qəbul etmir cəmlənəndə. S qəbul etmirlərsə, həmişə bunların yelçalında apostrof S ayrı yazılmalıdır. Çünki apostrofdan sonraki S yelçalıdır. Apostrofdan qabaq S qoysa, artıq o cəm çəkilcisi olur. Bu isimlərdə cəm çəkilcisi qəbul etmədiyinə görə qayda pozulmuş olur. Yəni, fikir verin ki, bu təki cəmi eyni olan isimlərin yelçalında həmişə apostrof S olmalıdır. Deer's track. Deer's tracks. Birinci isimdə maral sözü təkdə olduğuna görə apostrof S. İkinci isimdə yenə maral sözü olduğu kimi qalır, amma artıq cəmdədir. Çünki qarşısında artiklı yoxdur. Artıq maralların izləridir. Artıq burada yenə də
apostrof s istifadə edirik, amma mənaca bilirik ki, isim cəmdədir, çünki qarşısında təklik bildirən heç nə yoxdur. E, yəni bura kimi belə yadda saxlayın ki, S ilə cəmlənərsə, bayaq yuxarıda dedik qayda, S ilə cəmlənərsə təkcə apostrofdan istifadə olunasıdır, yel çal kimi. S ilə cəmlənməyən bütün hallarda isim istəyir tək olsun, istəyir cəm olsun, fərqi yoxdur. S ilə cəmlənməyən bütün hallarda yeli çala apostrof S qoyacaqsınız. Apostrofdan sonraki S-i unutmayasınız. Bura kimi əsas bunu yadda saxlayın. Yəni o şeyi yadda saxlasaz, bir dənə istisna olaraq ki, S ilə cəmlənirsə isim apostrofumu qoyuram. Yerdə qalan bütün hallarda apostrof S istifadə edəcəksiniz. Amma siz ismə baxanda tanımalısınız təbii ki, bu isim təhdədir, yoxsa cəmdədir. Çünki biz bilirik ki, isimlər təkcə S ilə cəmlənmir. Kökdən dəyişən, cəmlənib dəyişən isimləri tanımalısınız. Şəkilçi artırılaraq cəmlənən isimləri tanımalısınız. Yəni bu şeyləri bilməlisiniz ki, siz artıq baxanda ismə dərk edəsiniz ki, bu isim təhdədir, yoxsa cəmdə. Sonra baxırıq people sözünə. People müxtəlif mənaları var. Əgər deyir adamlar cəmaat mənasında cəmlik bildirərək işlənərsə, yer çala apostrof S-lə düzəlir. Birisi isə people person sözünün cəm formasıdır. Person şəxsdir, bir nəfər bildirir. Bu da kökdən dəyişərək people olur. İnsanlar, adamlar dəyişərək cəmlənir. Və bu isimdə kökdən dəyişib cəmlənən isim olduğuna görə, yəni S ilə cəmlənməyən isim olduğuna görə biz bunu yeri çalını nə ilə düzəldəcəyik? Yenə də apostrof S-lə. Bayaq dediyimiz qayda. Çünki bu isim S-lə cəmlənmədi. Kökdən dəyişdi. Person dəyişib oldu nə? People. People özü də kökdən dəyişib cəmlənən isimlər siyahısındadır. Yəni S ilə cəmlənməyən isimlər siyahısında olduğuna görə apostrof S qəbul edilir, yeri çaldı. Amma people-ın özünü tək götürsək, xalq mənasında təklik bildirir. Yəni people-ın iki mənası var. Birincisi adamlar, cəmaat. İkincisi xalq. Deməli, birinci məna adamlar, cəmaat. İkinci mənası da xalq təkliyi bildirir. İngilis dilində xalq deməli təklik bildirdiyinə görə bura yazaq məsələn people, xalq təklik bildirir. Mən demək istəyirəm xalqlar. Xalqlar, lar şəkildə artırmaq istəyirəm. Normal şəkildə S-imi artıracağım. Artıq bu isim oldu peoples, xalqlar, cəm isim. Bayaq da burada yuxarıda nə dedik? S-lə cəmlənən isim yer çalını ilə düzəlməlidir. Apostrof. Deməli, mən bunun yer çalını apostrofla cəmləyəcəm. Təkcə apostrof qoyacağım, artıq olası yer çal. Aydın oldu mu? Yəni ki, people sözünü siz həm apostrof S də doğru götürə bilərsiniz, həm S apostrof da doğru götürə bilərsiniz. Əgər apostrof S formasıdırsa, deməli bu person isminin cəm forması da kökdən dəyişib cəmlənənə görə yer çal apostrof S-in oldu. Əgər S apostrofdursa, artıq apostrofdan əvvəlki S dedik axı cəm şəkilçisidir. Deməli bu S cəm şəkilçisidir. People-a da biz necə S artırdıq? Xalq mənasını bildirib, təklik bildirdiyinə görə biz bir də S artırıb xalqlar elədik, cəmlədik. Cəmlədiyimizə görə də yer çala nə qaldı? Apostrof qaldı. Çünki bayaq demişdik ki, S cəm şəkilçisi ilə yer çalan apostrof S-dəki S yan-yana cəmləs istifadə edə bilmir. Ona görə təkcə apostrof qoyuruq. Sonra baxaq indi cansız isimlərin yeri çalına. Cansız isimlərin yeri çalı düsturu bayaq yuxarıda göstərmişdi ki, isim plus of plus isim. Artıq burada nə apostrof yoxdur, nə apostrof S yoxdur. Biz artıq isimə baxanda biz bilməkdə bu isim canlı mı, cansız mı? İndi baxaq. Bu düsturu yada saxlayın. İsim of isim. Və tərcümə edəndə də sondan əvvələ doğru tərcümə edilir. Yazıb bura the door. Door nədir? Qapı. Room nədir? Otaq. İndi biz Azərbaycan dilində deyirik otağın qapısı. Bizdə fərqi yox, canlı cansız hamısına ün şəkilçisi əlavə edir. Amma ingilis dilində görürsünüz fərqlənir. Cansızlarda of əlavə olunur. Və yer dəyişmə baş verir. Otaq sözü the room, qapı sözü the door. Otağın qapısı deyəndə, otaq qapısı cansız olduğuna görə otağın qapısı deyəndə nə etməliyik biz? Birinci qapı sözünü qoyuruq, the door, sonra of yazırıq, yəni ön şəkilçisi, sonra da otaq sözünü. The door of the room, otağın qapısı. Və yaxud the key açar, the car maşın, maşının açarı, the key of the car, maşının açarı. Artıq burada yenə görürsünüz cansız bir isim olduğuna görə yer çalını ilə düzəldir, of ilə düzəldir. Və yaxud the cover of the book, yenə kitabın üzü. Birinci üz sözünü qoyublar, sonra kitabı.
Yəni ki, siz Azərbaycan dilinin sırasına getmirsiniz tərcümə eləyəndə. Həmişə yer dəyişmə baş verməlidir. Və yaxud Azərbaycan dilini ingilisinə çevirmirsinizsə və yaxud buradakı kimi ingilisini Azərbaycan dilinə çevirirsinizsə, o zaman yenə axırıncakı sözü birinci oxuyursunuz tərcüməsini, ondan sonra ikinci sözü oxuyursunuz. Bu belə. Bəzən burada gate var, burada testlərə düşmür. Sadəcə olaraq əlavə olaraq verililər ki, of bəzən canlı isimlərdə yer çalınır. Normalda daha çox cansızların yer çalını düzəldir. Amma bəzən istisna olaraq cansızlarda da bəzən yer çal düzəldə bilər. Məsələn, my sister's flat, mənim bacımın mənzili apostrof ilə yer çal düzəldib normal şəkildə. Çünki canlıdır bacı, düzdürmü? Onun yer çalı təhdid olduğuna görə apostrof ilə düzəlibdir. Amma the flat of my sister yenə də mənim bacımın ofdan əvvəlki görürsünüz yer dəyişməni. Burada apostrof S-də birinci bizim sırayla gediblər. Mənim bacım canlını qoyublar, sonra flat sözünü qoyublar. Amma ofla eləyəndə artıq yer dəyişmə olub görürsünüz. Flat sözü gəlib qabağa, my sister gedib arxaya. Tərcümə edəndə yenə axırıncıdan əvvələ. Yəni buradan bura getmək lazımdır. Amma əsasən canlıları siz apostrof S olaraq yadda saxlayın. Bu belə. Sonra mürəkkəb isimlərin digəri çalı apostrof S ilə düzəlir. Mürəkkəb isimlərdə bilirsiniz də brother-in-law məsələn nə deməkdir? Qayn deməkdir. Mürəkkəb isim sayılır. Ona görə də onun yer çalı olacaq nə? Apostrof S. Yəni bu şəkildə davam edəsidir. Sonra baxaq əsas məsələyə deməli. Hər hansısa bir isim, yəni eyni bir dənə isim, bir dənə eyni əşyamız var tutaq ki, məsələn kitabımız. Bir dənə kitab var, tək bir dənə kitab. Bu kitab deyir, iki və daha çox adama aid olanda, eyni anda, məxsus olanda, yəni ortaq olanda. Məsələn, deyirəm ki, Dənizlə Adilənin bir dənə kitabı var. İkisinin bir kitabı var. Ortaqdır da o kitab. İkisi dişlədir. O zaman yeri çal hərəkəti yalnız sonuncu şəxsə artırılır. Bu zaman həm isim, yəni kitab sözümüz, həm də xəbərimiz nədə olmalıdır? Təkdə olmalıdır. Çünki kitab bir dənədir, ortaqdır. Yaxşımı? Burada yazıb. John adam adı, and və Jack yenə adam adı. İkisi də oğlan adı. Maşın sözü var burada. İsmimiz buradadır. Car, maşın deməkdir. Neçə maşındır? Bir maşın. Hardan bilik? Sonunda nə yoxdur? S cəm şəkilçisi yoxdur. Maşın bir dənədir. Deməli, maşın bir dənədirsə, bunların ortaq maşını var. Maşın ortaqdır. Maşın ortaq olanda, uşaqlar, əşya ortaq olanda. Axırıncıya apostrof S qoyuruq, vəsiyyət. John and Jack's car. John və Jack'in maşını. Yəni ikisinin ortaqdır. Ona görə ortaq olan əşyaya həmişə axırıncı şəxsdə apostrof S qoymaq lazımdır. Əgər bu isim cəmdə olsaydı, onda ortaq olmayası da. Məsələn, maşınlar deyilsə, deməli hərənin ayrı-ayrı maşını var da. Onda hər iki şəxsdə apostrof S. Yəni burada apostrof S qoymaq lazımdır. Bu isim də cəmdə olmalı idi. Görürsünüz, xəbərdə is yazıbdır. Təkdədir xəbər. Niyə təkdədir? Deyə bilərsiniz, axı Johnla Jack İki nəfərdir, niyə xəbər təkdədir? Biz burada Johnla Jackə baxmırıq. Biz maşından söhbət edirik. Johnla Jackdən söhbət etmir ki, maşından söhbət edir. Deyir ki, John və Jackin maşını binanın önündədir. Nə? Maşın. Maşın təkdə olduğuna görə avtomatik xəbərdə təkdir. Yəni burada mübtədamız maşın sözüdür burada. John və Jack binanın önündədir desəydi, maşın söhbəti olmasa, onda xəbərimiz ağır olardı. Amma John və Jackin maşınından söhbət edir və maşın təkdir, ortaqdır. Ona görə axırıncıya apostrof S qoyulur, xəbərdə təkdə olmalıdır. Çünki maşın bir dənədir. Sonra, əgər deyil sözü gedən isim, əşya və ya varlıq hər birinə ayrı-ayrılıqda aiddirsə, yəni ortaq deyilsə, hərənin ayrı-ayrı varsa, o zaman hər ismin sonuna artırılır. Nə artırılır? Yəni apostrof S artırılır. Bu zaman deyil, həm isim cəmdə olur, həm də xəbər cəmdə olur. Çünki artıq iki dənə isim var da ortada. Avtomatik cəmlənməlidir. İsim də cəmlənməlidir, xəbər də. İngiliscəsində də belə qayda var ki, demişdik, mübtəda cəmdirsə, xəbər də cəmdir. John's and Jack's cars. John və Jack'in maşınları. Baxırıq, maşının axırında nə var? Cəm şəkilçimiz var. Deməli, iki dənə maşın var. İki dənə maşın varsa, deməli, hərəsinin ayrı-ayrıdır da. Hərəsinin ayrı-ayrıdırsa nə etmək lazımdır? Hər iki şəxsə nəyi qoymaq lazımdır? Apostrofesi qoymaq lazımdır. Xəbər də avtomatik niyə cəmlənir? Çünki maşınlardan söhbət edir, maşınlar da cəmdədir. Cəmdə olduğuna görə biz artıq xəbəri də cəmləməliyik, hər iki şəxsə apostrof esimizi də qoymalıyıq. Yəni, sən bu testləri həll edəndə isimin tək ya da cəm olmasına baxmaq kifayətdir. İsim təkdirsə
apostrof s də tək olacaq. Yalnız sonuncu isim əlavə olunacaq. İsim cəmdirsə apostrof s hər bir isim əlavə olunacaq. Yəni buradakı kimi. Karın axırında nə var? S. Bu isim cəmdədirsə hər iki şəxs apostrof s qoyacaq, xəbəri cəmləyib. Bu isim təkdədirsə yalnız sonuncu şəxs apostrof s yelçin seçicisi qoyulacaq. Burada yenə bir nümunə verir. Kate and John's flat. Kate'in və John'un mənzili. Mənzil təkdədir, axırda s yoxdur. Deməli, sonuncuya apostrof s qoyuruq, xəbər də təkdədir. Mənzil cəmdədir, xəbər də cəmdədir. Deməli, 2 mənzil var. Deməli, hər iki şəxs apostrof s qoymaq lazımdır. Hərənin ayrı-ayrıdır. Sonra bir iki şeyi yadda saxlamaq lazımdır. Bədən üzvləri ortaq ola bilməz. Yəni, məsələn, tutaq ki, Tomla Nick'in yazıb, məsələn, saçı. Heyə nədir saç? Hərənin ayrı-ayrı ola bilər. Və yaxud göz, ay. Ortaq göz ola bilməz, düzdürmü? Hər kəsin ayrı-ayrı gözü var. Bədən üzvüdür. Hərənin ayrı-ayrı gözü olduğuna görə biz yeriç halımızı düzəldəndə hər iki şəxsə apostrof s qoyasıyıq və ismi cəmləyəsiyik. Eyes, gözlər, məsəl üçün. Deyirəm ki, Tom apostrof s and Nick apostrof s eyes. Tom'un və Nick'in gözləri. Hər iki şəxs apostrof s-imi qoydum. Amma burada bir dənə soruşa bilərsiniz ki, bəs niyə heyə sözündə s yoxdur, hərənin ayrı-ayrıdırsa saçlar. Çünki s heyə sözü sayılmayan isimdir. Sayılmayan isimlərdə belə bir qayda var ki, s şəkilçisi qəbul etmirlər. Yəni, cəmlənə bilmirlər. Amma mən bunu Tom'un və Nick'in saçı deyirəmsə, mütləq hər ikisini apostrof s qoyacağım. Çünki hərənin ayrı-ayrıdır. Yəni, burada cəmlənməsə belə, yenə də hərənin ayrı-ayrı olduğu başa düşülür. Hardan başa düşülür? Çünki hər iki şəxs apostrof s qoyulub. Sonra, baxaq. Sonu apostrof s ilə bitən adlarının yeri çalır. Həm apostrof s, həm də tək apostrofla düzəlir. Bu nə deməkdir? Bəzi isimlər var ki, incisin, sonu s ilə bitir. Məsələn, Şəms yazıbdır və görürük ki, həm sonunda s var, həm də yeri çalır apostrof s-dir. Yəni, bu cəm şəkilçisi deyil də, adın bir hissəsidir. Ona görə onun yeri çalır apostrof s qoya bilərik. Və deyir ki, əlavə olaraq təkcə apostrof da qoya bilərik. Yəni, heç bir problem yoxdur. Bu üçünə nəzərdə saxlayarsınız ki, həm apostrof s qoya bilərsiniz, həm apostrof qoya bilərsiniz. Sonra, baxaq, əgər deyir ki, ümumiyyətlə uşaqlar, apostrof s təkcə yeri çal göstəricisi deyil. Əsas çaşdıran məqamlardan biri budur ki, biz hər gördüyümüz apostrof s-ə yeri çal deyə bilmərik. Bu, həmçinin deyil, izin qısaldılmış ola bilər, iz xəbər formasının, həzin qısaldılmış ola bilər, as əvəzliyinin qısaldılmış ola bilər. Yəni ki, yeri çal göstəricisi olmaya da bilər. Olması üçün bizə nə lazımdır? Əsas onu yadda saxlayın ki, apostrof s yalnız və yalnız nəyə artırılmalı? İsimə. Yəni, bu apostrof s-dən əvvəl gələn söz isim olmalıdır. İsim olmazsa bu yeri çal deyil. Məsələn, let icazə verməkdir, feildir, isim deyil. Deməli, bu apostrof s-i biz yeri çal götürə bilmərik. Ümumiyyətlə, bu isim deyil. Nəyin qısaldılmışıdır? Asın qısaldılmışıdır. Letas, gəl deməkdir, gəlin. Hi nədir? O, əvəzlik. İsim deyil, yox. Deməli, yeri çalı götürə bilmərik. Artıq bu yeri çal deyil. İzin qısaldılmışdır. He is, xəbər formasının qısaldılmışıdır. Deməli, bu da yeri çal deyil. That özü, yenə əvəzlikdir, yenə yeri çal deyil. Where, harada deməkdir. Sual əvəzliyidir. Deməli, yeri çal deyil, apostrof s. Yəni ki, biz bunları baxa bilərik ki, burada apostrof s var. Deməli, mən bunu yeri çal götürüm. Yox, olmaz. Çünki bunlar isim deyil. Yəni, isim artırılmalıdır. What'dur, which'dir, who'dur, görürüz, hamısı əvəzlikdir. Sonra, özündən sonra yalnız və yalnız bir isim gəlməlidir. Yəni ki, bunu yadda saxlayın ki, əgər biz apostrof s-i yeri çal götürürüksə, həm isim artırılmalıdır özü, həm də özündən sonra isim gəlməlidir. Və yaxud sifət plus isim. Yəni, bu isim söhbəti mütləq olmalıdır da, fərqi yoxdur. Arada sifət ola bilər, arada feil sifət ola bilər, arada say ola bilər, gerund ola bilər. Amma isim mütləq neynəməlidir? Olmalıdır. İsim olmalıdır ki, gerundda olmur o heç. İsim olmalıdır ki, biz bunu yeri çal götürək. Digər nitq hissələri gələrsə apostrof s-dən sonra. Yəni, artikeldir, sifətdir, feildir, artıq bunlar
Böyük hərflərlə bura nə yazıblar? Yelçal deyil. Sonra üçüncü qaydada deyir ki, cümlədə mütləq başqa xəbər olmalıdır. Yəni ki, görürsünüz, he apostrof s yazıb. Nəyin qısaldılmışdı? İzin. Artıq bu xəbərdir. Biz bunu yelçal götürmürük, həm də he-yə artırılıbdır. Və cümlədə də başqa xəbər olmalıdır. Cümlədə başqa xəbər yoxdur, deməli, apostrof s-imiz artıq bizim xəbər formamız. Ya həzdir, ya izdir, nəsə bir formadır, xəbər forması. Ona görə bu üç qaydanı yadda saxlayın. İsim artırılmalıdır, isim gəlməlidir, cümlədə ayrıca xəbəriniz olmalıdır. Baxaq, yelçallar nə vaxt hesab olunur? Apostrof s indi dediyimiz kimi özündən sonra isim gəlməlidir. Mary's house, Mary'nin evi. Artıq xəbərimiz də var burada. Və yaxud sifət plus isim gəlməlidir. Diana's old photo, Diana'nın köhnə şəkli. Arada sifət giribdir, amma yenə isim gəlib. Əgər desəydi Diana apostrof s old, foto gəlməsəydi, Diana yaşlıdır anlamına gələsiydi. Bu yelçal sayılır? Yox. Diana'nın demədim ki, Diana yaşlıdır dedim. Artıq burada isim yoxdur, deməli yelçal deyil. Amma arxasına isim gəlibsə, Diana'nın köhnə şəkli, onda bu artıq yelçaldır. Görürsünüz, Azərbaycan dilində belə deyirəm, Diana'nın köhnə şəkli. Yeliklik var burada, Diana'nın da. Kimindir? Diana'nın. Və yaxud fe'li sifət isim və yaxud Cyprus isim gələrsə, first birinci performansı deyir, rəqqasın birinci performansı. Görürsünüz, yenə rəqqas təhdid apostrof s-lə yelçal yapdı və özündən sonra nə gəlib? İsim gəlibdir. Araya nə girib? Say girib. Sayın girməsi problem deyil, isim gələrsə. Amma bu isim gəlməzsə, sayın da girməsi problemdir, sifətin də girməsi problemdir. Yəni, bunlar gələrsə, say arxasından isim gəlməzsə, biz bunu yelçal götürə bilmirik. Sonra, gerund gələrsə yelçaldır. David's apostrophe smoking worried his parents. Davidin siqara çəkməyi valideynlərini narahat etdi. Bu smoking burada gerunddur uşaqlar. Və bu smokingin axırında görürsünüz, gerund ümumiyyətlə ing ilə düzəlir. Buna fikir vermək lazımdır. Əgər axırında ing varsa, biz bunu yelçal götürə də bilərik, gerund kimi. Götürməyə də bilərik, xəbər formasında götürə bilərik. Götürə bilməyimiz üçün cümlədə başqa xəbər olmalı. Narahat etmək, narahat etdi. Keçmiş zamanda veriblər. Worry narahat etməkdir, yığla qutarı. Yığ düşür, ed artırılır keçmiş zamanda. Narahat etdi. Artıq bu xəbər formamızda bizim xəbərimiz var. Xəbərimiz varsa bu gerund artıq yelçal yaradıb anlamına gəlir. Cümlədə xəbər olmasaydı, David is smoking olasıydı. David siqaret çəkir. Yəni, inci davameci zaman öyrənmiş deyə əmizarı üstə gəl ing-li feil. Bu odur. David is smoking, David siqaret çəkir. Amma burada xəbərimiz var deyə, artıq bu gerunddur, Davidin siqaret çəkməyi. Ona görə bunu biz yelçal götürürük. Yəni, belə yadda saxlayın ki, apostrof s-dən sonra ing-li söz gəlsə, baxırsınız cümlədə başqa xəbər olub olmamasına. Varsa deməli, yelçaldır, yoxdursa, yelçal deyil. Sonra baxırıq, yelçal hesab olunmayan versiyalara. Bayaq ümumilikdə dedik, burada da cədvəldə veribdir, yəni hamısı nəzərinizdə olsun. Bayaq dedik ki, apostrof s-dən sonra isim gəlməlidir. Əvəzlik gəlibsə, deməli, bu izin qısalmışdır, yelçal deyil. Məsələn, Christy apostrof s my qoyubdur. My nədir? Əvəzlikdir. Deməli, bu yelçal deyil. İzin qısaldılmışıdır. Və yaxud apostrof s plus sifət gələrsə, yenə yelçal deyil. Bayaq dedik ki, sifətdən sonra isim gələrsə, onda yelçaldır. İsim gəlməzsə, təkcə sifət gəlibsə, yelçal deyil. Artikel gəlibsə, yelçal deyil. Həmişə bunlara fikir vermək lazımdır. Söz önü gəlibsə, deyil. Say rəqəm gəlibsə, deyil. O halda ki, özündən sonra isim gələrsə, yelçaldır. Feil gələrsə, qot sözü gələrsə, has qotun qısaldılmışıdır. Görürsünüz, bin gələrsə, has binin qısaldılmışıdır. Zərf gələrsə, deyil, very sözü, always, bunların hamısını əzbərləmək lazımdır. Bunlar varsa, atılsız avtomatik testdə variantlar ki, bunlar yelçal deyil. To be going to ifadəsi var. İzin qısaldılmışdır özündən əvvəl gələn apostrof s. Fond of'un var. Eager var. Let bayaq dedik ki, faildə apostrof s artırılıb. It özü əvvəllikdə apostrof s artırılıb. Ümumiyyətlə, not gələrsə, here gələrsə, bunların heç biri yelçal deyil. Bir dəfə baxın, yadda saxlayın ki, bunlar yelçal deyil. Qayda olaraq da konkret yadda saxlayın ki, isim artırılmalıdır, isim gəlməlidir. Əsas bunu yadda saxlasanız düzgün tapa bilərsiniz. Yəni, bu qaydanı unutmayın ki, özündən sonra gələn sözün də isim olub olmamasına baxmaq lazımdır, özündən əvvəlki sözün də olub olmamasına baxmaq lazımdır. Dediyim kimi, bir də sifətlə say gələrsə, feil sifət gələrsə, onlardan sonra isim gələrsə, yelçal, gəlməzsə deyil.
Bax, burada da onu deyir ki, təkli sifət gəlirsə, bayaq dedik. Yelçal sayılmır. İsim gələrsə sifətin yanında, onda yelçal sayılır. Mr. Smith apostrof S qoyub oldu yazıb. Burada isim yoxdur. Deməli, Mr. Smith yaşlıdır. İzin qısalınmışıdır. Amma ikincidə isim var. Deməli, bu yelçaldır. Sonra. Bu heç ING-ni də bayaq izah elədik. Özünüz yenə baxarsınız. Başqa xəbər varsa yelçaldır, yoxdursa xəbərin özü elə odur. Yelçal deyil. Sonra ad soyadların yelçalına baxaq. Ad soyadların yeliç halı necə olur? Ümumiyyətlə uşaqlar, biz ismə baxanda, yəni ada baxanda hardan bilək ki, bu addır, yoxsa soyaddır? Onun qarşısına baxmaqla biləsirik bunu. Əgər qarşıda Mr. ya da Mrs. varsa, xanım, cənab demək, cənab xanım. Bir nəfəri bildirir. Yəni, deməli, addan söhbət ki. Bir nəfər şəxsi nəzərdə tutur. Bir nəfərdirsə, bayaq biz demişdik, canlı təhti olan isimlərin yelçalı ilə düzəlir. Apostrof S ilə düzəlir. Deməli, biz buna apostrof S qoyasıyıq. Hardan bilirik bir nəfər olduğunu? Qabaqdakı Mr. Mrs. sözlərindən biləsirik. Amma bütün ailəni bildirirsə, qabaqda Mr. Mrs. yox, D artiklı olacaq. D artiklı olsa bütün ailəni bilir. Bütün ailədə bir nəfər ola bilməz, düzdürmü? Çoxluq olmalıdır. Çoxluq olursa, yeli çalda çoxluq olursa ismin çoxluğu nə ilə olur? S cəm çəkirtisində, düzdürmü? Bayaq dedik ki, S ilə cəmlənən isimlərin yelçalı nə ilə düzəlir? Təkcə apostrofla. Görürsünüz, S ilə cəmləyibdir, təkcə də apostrofla yelçalı yarandı. Yəni, qarşıda Mr. Mrs. varsa bir nəfər bildirir, təkliyin də yelçalı apostrof S. Qarşısında D artiklı varsa bütün ailəni bildirir. Bütün ailədə də bir nəfər ola bilmədiyinə görə ailə anlamında, deməli, yenimək lazımdır. S-i bitişik yazıb, apostrofu ayrı yazmaq lazım. Çünki S cəm çəkicisi olur. Bitişik yazılanda apostrof isə təklik bildirir. Deyə bilərsiniz ki, bəs biz hardan bilək ki, bu D artiklından gələn, özündən sonra gələn söz mütləq ailəni bildirir. Fikir versəz, böyük hərflə yazılıbdır. D artiklından sonra gələn soyad, bütün ailəni bildirən soyad böyük hərflə yazılıb. Yəni, bu balaca hərflə, məsələn, the children, uşaqlar sözü gələ bilər, qabağına D artiklı qoya bilər. Bu demək deyil ki, biz hər yerə S apostrof yazaq. Məhz burada buna fikir vermək lazımdır ki, böyük hərflə yazılan soyaddırsa, onda S apostrof olacaq. Yəni, böyük hərflə gəlibsə, bu mütləq ki, soyaddır, bütün ailəni bildirir və cəmdə olmalıdır, təhdə ola bilməz. Sonra baxaq digər qaydaya, aşağıdakı dil sözlərdən vaxtı ilə home bizdə evdir, shop, mağaza, dükan, ofis elə ofisdir. Bu sözlər bəzən uşaqlar ixtisara düşə bilir. Necə ki, bizim dildə düşə bilir, eyni zamanda ingilis dilində. Məsələn, bir var deyirəm ki, mən gedirəm əmimin evinə, yəni xalamın evinə. Bir də var deyirəm ki, mən gedirəm xalamgilə. Xalamgilə deyəndə hansı sözü ixtisara saldım? Ev sözünü ixtisara saldım, düzdür? Yəni, home sözü getdi aradan. Evinə sözünü işlətmədim, konkret qısalaşdırdım. Xalamgilə dedim. Bizdə necə ki, ev sözünü ixtisar edib xalamgilə deyəndə qarşı tərəf anlayırsa ki, biz xalamızın evinə gedirik. Eyni zamanda ingilis dilində də bu belədir. İxtisara salıb işlətməyə bilərik. Amma biz onu işlətmiriksə, yenə də bu yelçal sayılır. İndi biz yuxarıda qaydada dedik, axı ki, apostrof S isim artırılmalıdır, özündən sonra mütləq isim gəlməlidir. Amma bu gördüyünüz 3 dənə isim istisna olaraq cəmi edə bilər. Yenə də yelçaldır apostrof S. Məsələn, at my uncle apostrof S qoyub, home sözünü mötərizədə yazıb ki, ola da bilər, olmayıb. Əmimgildə, yəni əmmin evində. Yəni, bu sözü ixtisara saldı. Amma yenə də apostrof S burada yelçaldır. İndi deyə bilərsə, axı, bəs isim gəlmədi, biz deyirik, axı, isim gəlməlidir. İsim xəyali olaraq var, sadəcə ixtisara düşübdür. Yəni, əmimgildə deyəndə də başa düşürük ki, bu əmisinin evindədir. Əmimin evində də deyəndə başa düşürük ki, evdədir, əmisinin evində. Yəni, ingilis dilində eyni zamanda at my uncle's-da deyəndə başa düşürlər ki, əmimgildə deyirəm, at my uncle's home-da deyəndə başa düşürlər ki, əmimgildə deyirəm. İki halda da yelçal doğru sayılır. Və yaxud at my aunt's home, xalamgildə, bu şəkildə. Və yaxud deyirəm, adiləcildə, at, adilə, apostrof S. Adilənin evində desəm, home da qoyacam ora. Adilə, apostrof S, home, bu şəkildə.
Burada da yazıb Kate qız adıdır. Kate gildə deyəndə at Kate apostrof s yazıb dayana da bilərəm. Home sözünü gətirə də bilərəm. İki adı da gəlir çaldı. Və yaxud shop sözünün ixtisarına baxaq. At the butcher apostrophe is shop. Ət dükanında. Shop sözü digər də bilər, gəlməyə də bilər. Çörək dükanında, əczaxanada, ofis sözü eyni zamanda düşə bilər, diş həkimində, ərzaq dükanında. Bu şəkildə bu sözləri nəzərdə saxlayın ki, gələ də bilər, gəlməyə də. Bunları əzbərləyərsiniz qara hərflə olanları ki, yadınızda qalsın ki, bunları görəndə yeli çal sayılır. Apostrophe olanda təkcə kifayətdir. Yəni o birisinə isimə ehtiyac yoxdur. Bu isimlərin də cəm forması olmur. Bayaq yuxarıdakı isimlər deyil. Məsələn, çörək dükanında görürsünüz, apostrof S yazıb da. Mən buna bir dənə S yapışıq yaza bilmərəm. Yapışıq olsa cəm çəkicisi olur da, yazmaq olmaz. Cəmləyə bilmərik. Sonra, deyir ki, yel çalda olan ismin qarşısında gələn təyin edici söz. Təyin edici söz artikl ola bilər, məsələn, an artikl. İşarə vəziyi ola bilər, this, that, this, those, bunlar işarə vəziylərdir, bilirsiniz. Rəqəm ola bilər, hər hansısa bir several bir neçə cəmiyyət sözümüz ola bilər. Many, çox, few, çox az, some, bir qədər. Bu kimi yəni cəmiyyət sözlərimiz ola bilər. Bunlar deyir ki, birinci isimlə uzlaşır. Yəni apostrof S əvvəlki ismə aid olur. Ümumiyyətlə uşaqlar, isim var ki, elə iki isim yan-yana gələ bilər söz birləşməsi kimi. Arada heç nə ola bilməz. Məsələn, apostrof S də yoxdur. Nə bilim, və yaxud of yoxdur, heç nə yoxdur, yəni ismin arasında. İki isim yan-yana gəlibdir. İsim də var ki, ya yeri çalınan apostrof S ola bilər aralarında və yaxud yeri çalınan apostrof S, ondan əlavə of ola bilər arada cansız isimlə yeri çalsa. Yəni bu kimi arada sözon ola bilər, hər hansısa bir, yəni arada nəsə ola bilər. Amma dediyim kimi arada heç nə də olmaya bilər iki isimin arasında. Nəsə bir hissə də ola bilər. Yeri çal şəkilçisi ola bilər, sözün ola bilər. Əgər arasında, iki isimin arasında nəsə varsa, istəyir burada of olsun, fərqi yoxdur. İstəyir apostrof S. Qabaqda olan təyin edici sözümüzü həmişə birinci isimlə uzlaşdırın. Yəni ikinci ilə işiniz yoxdur. Amma arada heç nə yoxdursa, qabaqdakı təyin edici ikinci isimlə uzlaşır. Yaxşımı? Deməli, baxaq. An artiklı təhliyi bildirir, düzdürmü? A year's contract, bir ilin müqaviləsi. Burada baxırıq. İsim təhdidədir. Hardan bilik qabağında nə var? B artiklı var. Deməli, yelçal apostrof S olacaq. An artiklı var. Deməli, yelçal apostrof S. Yəni, bu artikl buna aid deyil. İkinci ilə bizim işimiz yoxdur. Birinci ismə baxırıq. Sonra baxırıq few. İndi cəmiyyət sözlərindən birisi ki, few özündən sonra cəm isim tələb edir. Ona görə biz bu ismi cəmləməliyik, sonra yelçal yaratmalıyıq. Yelçalda nə ilə yaran cəm isimlər? Apostrofla yaran, bayaq dedik. FU özü də özündən sonra cəm isim tələb edir. Yəni, buradakı artikl hissi çaşdırmasın. FU özü bütöv bir tərkibdir. Bir neçə, bir qədər deməkdir. Bir neçə ay sözünü artıq cəmləyiblər, çünki özündən sonra sayılan cəm isim gəlməlidir. İsim də cəmləyib S-lə, yelçala nə qalıbdır? Bir dənə apostrof qalıbdır. Many özü həmişə özündən sonra cəm isim tələb edir. Sayılan cəm isim. Deməli, yelçal nə ilə düzəldəcək? Apostrofla. Several sayılan cəm isim istəyirsə, yelçalı apostrofla olacaq. Rəqəm varsa, həmişə yadda taxın. Birdən böyük rəqəmlər isimlə işlənəndə o isim cəmlənməlidir. Sayılan isim olmalıdır və cəmlənməlidir. Sayılmayan isimlə işlənməz. İsmi cəmləmişik, apostrofla yelçal yaratmışıq. To, 2 deməkdir. Ay sözünü neyinirik? Cəmləyirik. Çünki 2 var qabaqda, 2 aydan söhbət gedir. 1 aydan söhbət geçsəydi, əgər one desəydi, onda biz apostrof S yazmalıyıq. Yəni ayrı yazmalıyıq. Çünki cəmlənə bilmir axı. Bir ay, bir dənə aydır da, 1 aydan söhbət gedir. Təhlikdir. Deməli, biz bunu həmişə apostrof S-i ayrı yazmalıyıq, cəmləyə bilmərik. Yəni, İngilis dilində birdən böyük rəqəm qoyulursa, ismin qabağına cəmlənməlidir. Many, several, few, a few cəmiyyət sözlərimizi işlədiriksə, cəmlənməlidir. An artiklını işlədiriksə, həmişə təkdə qalmalıdır, cəmlənə bilməz. Oldu mu? Burada yanlış formalar veriblər sağ tərəfdə. Özünüz baxarsınız. Sonra işarə vəziyimiz var idi. This, that. Bunlar təhliyi bildirir. This bu deməkdir, that o deməkdir. Təhliyi bildirirsə, tək isim gəlməlidir. This pupil şagird deməkdir. Bir nəfəri bildirir. Hardan bilir? Bu şagirddir. Demir ki, bu şagirdlər. Bu şagird
Ümumiyyətlə ingilis dilində deslə that həmişə özündən sonra tək isim götürür. Tək isim götürürsə yel çalına nə olmalıdır? Apostrof S. Çünki biz dedik bayaq yuxarıdakı yel çal tək isimdən apostrof S-lə yarar. This, those gəlibsə bunlar cəmlik bildirir. Artıq isimlər də avtomatik cəmlənməlidir. Bunlar onlar deməkdir, amma isimlə yanaşı işlənəndə biz Azərbaycan dilində bunlar şagirdlər deyə bilmirik. Bu şagirdlər deyirik. Yəni şagird çoxdursa, qabaqda these əvəzi gəlməlidir. Şagird bir dənəsi təkdirsə this gəlməlidir. Bu şagird uzağı göstərib işarə isə o şagird deyirsə that people deməliyik. O şagird təkliyi bildirir. Amma bu ikisi cəmlik bildirir. Cəmlik bildirməlisə isim də cəm gəlməlidir. Apostrofla da yel çal yaranmalıdır. Sonra diqqətdə elə dediyimiz qaydaları deyir, fərqli bir şey demir. Yenə də özünüz baxarsınız. Sadəcə yenə bunları birinci isimlə uzlaşdırırıq. This, men's, cars, bu kişilərin maşınları. Men bildirsə kökdən dəyişən isim olduğuna görə yelçal apostrof S-lə yaranır. Biz dedik ki, yalnız S-lə cəmlənən isimlərin yelçal apostrof S ilə düzəlir. Və yaxud a few, ship apostrof S, wool yazıb. İndi biz ship'in bayaq dedik ki, təkcə cəmi eynidir. Bu isim cəmlənmir. Həmişə yelçal apostrof S-lə yaranır. Amma siz deyə bilərsiniz ki, qabaqda a few var, niyə cəmlənmir? Çünki bu istisna isimlərdən daxil. Bu isimin təki də eyni cür qalır, cəmi də eyni cür qalır. Burada artıq bir neçə cəm qoyunlardan söhbət edir. Bir qoyun yoxdur. Hardan bilir? A few sözünə görə bilir. Bir neçə deməkdir mənası. Bir neçə qoyunlar anlamına gəlir. Nə olsun, axırında S yoxdur. Artıq mənaca cəmlik bildirir. Sonra burada diqqət hissəmiz var. Today, yesterday, today bu gün deməkdir, yesterday nə deməkdir? Dünən, tomorrow, sabah, dünyadır, günəşdir, aydır. Bu kimi sözlərdə heç vaxt cəmlənmə baş vermir. Çünki bir dənədən dünənin uçuşu, dünən neçə dənə dünənimiz var? Bir dənə dünənimiz var, düzdürmü? Onda mən bunu necə cəmləyə bilərəm? Həmişə təhdə olmalıdır. Sabah neçə dənə sabahımız var? Bir sabahımız var da. Sabah gedirəm, deyirəm, məsələn, Şəkiyə. Sabah deyirəmsə, avtomatik qarşımdakı bilir axı hansı sabahdan söhbət edilir. Bir dənə üzümüzə gələn sabah var. Yəni biz sabahlar deyə bilmərik. Bu gün bir dənə günümüz var bu gün, düzdürmü? Ona görə həmişə təhdə olmalıdır. Günəş, neçə günəşimiz var? Bir günəşimiz var. Desən günəş. Bunlar həmişə D artıqlarına işlənir. Təhlik bildirirlər. Böyük hərflə yazılır. Xüsusi isim olduqlarına görə, bir dənə də olduğuna görə apostrof S-lə gələcək. Deyirəm ki, günəşin şüaları. Günəş, apostrof S, rays. Şüalar cəmlər deyə S artırıblar. Sonra indi deyir ki, bəzən cansız isimlərin, varlıqların yelçalı apostrof S-lə düzəlir. Bayaq nümunələrdən fikir verdiniz bəlkə də. Ay sözü var idi. Məsələn, ay bilirsiniz ki, cansızdır. Deyirdim, 5 ayın, məsələn, tətili. Ay cansızdır, düzdürmü? Amma yelçalına apostrof S qoymuşdular. Bu da onu deyir ki, bu istisnalarımız var ki, bizim yeri çalı, cansız olsa belə apostrof S-lə düzəlir. Bunlar da hansılardır? Zaman, məsafə bildirənlər. A minute silence, bir dəqiqəlik sükut. Burada deyə bilərsiniz ki, cansızdır. Amma yerinizə görürsünüz, yeri apostrof S-lə yəni istisnadır. Yəni istisnalar yadda saxlamaq lazımdır. Təhlikdir, qabaqda artıq olduğuna görə apostrof S-dir. Qabaqda 2 dəqiqə desəydi, məsəl üçün, to olsaydı, onda burada S cəmlənməli idi, apostrofla yeri yaranmalı idi. Və yaxud a week's holiday, bir həftəlik tətil, bir həftənin tətili belə deyək. Təhdədə haradan bilik qabağında artıqlı var. Ona görə apostrof S qoyub. 2 həftəni desəydi S apostrof olasıydı. Və bayaqlarım qaydada yuxarıda dediyimiz kimi qabaqdakı təyin edicimiz, yəni artıqımız birinci isimdən uzlaşır. Birinci ismin tək gəlməsi alır. İkinci isimdən işimiz yoxdur. Qabaqda 2 gəlibdir. Hansı ismi cəmləməliyik? Birinci ismi cəmləməliyik. İkinci ilə işimiz yoxdur. S-lə cəmləyiblər. Bayaq da dediyimiz kimi S-lə cəmlənən ismi gələcək düzəlir, apostrofla düzəlir. 2 weeks holiday, 2 həftənin istirahəti tətili. Yesterday, bayaq dedik ki, tək isimdir, yəni həmişə təkdə olur. Ona görə apostrof S-lə gələcək yaranır. Cansız olsa belə apostrof S götürür. Bu şəkildə, yəni bunlara baxarsınız ki, istisna olaraq apostrof S-lə və yaxud S apostrofla gələcək düzəlir. Fəsillər və aylar, günlər, bunların da gələcəyi apostrof S-lə olur. Cansız olsalar belə. Yay günü, yayın günü. Summer yaydı, apostrof S-lə yayçay yaradılır. Yəni ofla yaradılır. Sunday həftə günüdür. Sunday, Monday həftənin günləri bilirsizlər. Onun yayçalığı nə ilə olur? Apostrof S-lə. Çünki bir dənə bazar günü var da, mən bazar günləri demirəm. Həm də eyni zamanda cansız olsa belə bu istisnadır. Yəni bunun sırf məntiqi bir izahı yoxdur ki, niyə bu of ilə yox, apostrof S-lə düzəlir.
Cansız sözlü belə apostrof S-lə istifadə edirlər. Ölkə, şəhər adları bildirən isimlərdə. Gürcüstanın tarixi məkanları. Georgia nə qoyub? Apostrof S qoyubdu artıq. Of işlətməyibdi. Historical places. Tbilisi apostrof qoyub. Apostrof S daha doğrusu. Beauty, Tbilisin gözəlliyi. Sonra bu sözləri yada saxlayın. Descender, demondu, bayaqda gördünüz bunları. River, water, wind, ocean, city, town, ship, boat, vessel. Bu kimi sözlərin yer çalda nə olur? Apostrof S-lə olur. Bir dənə də üstündən özət keçsək, deməlidir ki, isimdən gəliş alır. Pasif case adlanır, genitiv case adlanır. Canlı isimlər apostrof S-lə ya da apostrofla, cansızlar isim plus of plus isim düsturundan düzəlir. Yadda saxlayın ki, əgər isim S-lə cəmlənirsə, təkcə apostrof istifadə olunur. Yerdə qalan bütün hallarda apostrof S istifadə olunur. Bu yüzden yadda saxlayın. Bunlar da onun ətraflı izahıdır. Baxdınız. Sadəcə onu yadda saxlayın ki, S-lə cəmlənirsə təkcə apostrof, S-lə cəmlənməyən isimlər siyahısındadırsa və yaxud təkdədirsə apostrof istifadə olunur. People bildik ki, həm apostrof S, həm S apostrof götürür. Cansızları dedik, ofla düzəlir. Əşya ortaqdırsa, bir dənədirsə, axırıncı şəxs apostrof S qoyulur, isim də təkdə olur, xəbər də təkdə olur. Əşya ortaq deyilsə, hər an ayrı-ayrıdırsa, hər iki şəxs apostrof S qoyulur, xəbər də cəmdə olur. Bədən üzvləri dedik, ortaq ola bilməz, hər an ayrı-ayrı olmalıdır. Həm cəmdə olmalıdır, həm hər iki şəxs apostrof S artır olmalıdır. Amma H sözü istisna olaraq cəmlənmir, çünki sayılmayan isimdir. Sonra apostrof S yalnız isim artıq olmalıdır. Özündən sonra da isim gəlməlidir ya da bu formada sifət isim, fe'li sifət isim, say isim. Yerdə qalan hallarda bu baxarsınız ki, hansı hallarda yerçal olunur. Sonra dedik ki, ad soyadlarda qabaqda Mr. Mrs. varsa bir nəfəri bildirir. Apostrof S olur tək olduğuna görə. Qabaqda D artıqlı varsa bütün ailəni bildirir. Böyük hərflə gəlir bu heç. Və S apostrof olur. Çünki cəmləni bütün ailəni bildirir. Ailədə bir nəfər olur. Home, shop, office sözləri də nə edə bilər? İxtisara düşə bilər. Yenə də yerçal götürüb. Bunları yadda saxlayın. Soruşacağım mənaları. Azərbaycan dilində deyəsiniz, ingiliscə deyəsiniz bunları. Sonra dedik ki, qabaqdakı təyin edicilər aid olur birinci ismə. Bunu həmişə belə götürməyik. Dediyim kimi, bayaqçı kimi. İsimin arasında apostrof S varsa ya da of varsa söz önü. Deyirik, biz deyirik, qaydası of varsa əvvələ baxırıq. Bu təyin ediciləri həmişə əvvələ, birinci sözlə uzlaşdırmağa baxmalıyıq biz. Təksə tək qoymalıyıq, cəmlik tələb edirsə cəmlik qoymalıyıq. Dedik ki, today, yesterday, tomorrow, bunlar təklik bildirir, ona görə apostrof S olmalıdır. Bəzi cansızların da yeri çalı, apostrof S-lə düzəlir. Bunlar hansılar olduğu zaman məsafə bildirən sözlər, ölçü işarə adları, fəsillər, aylar, günlər bildirən sözlərimiz.